Hal-hazırda biz xəstədə maqnitoterapiyanı tətbiq edirik. Maqnitoterapiya maqnit sahəsi vasitəsilə tibbdə həm profilaktik, həm də müalicə məqsədi ilə istifadə olunur. Xəstədə birinci bel nahiyəsinə qoymuşduq, qutardı. İndi isə keçirik ayaq nahiyəsinə. Xəstə uzanmamışdan əvvəl biz mütləq xəstəyə metal əşyaların olub-olmamasını və onların əməliyyat, yəni prosedur zamanı bizə mane olacağını qeyd edirik. Mütləq kəmər varsa kəmər çıxardılır, metal əşyalar varsa onlar çıxardılır. Və bundan başqa mütləq xəstədən soruşmalıyıq ki, xəstədə metalosintez, yəni metal ümumiyyətlə qəlpələr, çünki bizə çox vaxt müraciət edənlər olur, qazilər, onlarda metal qəlpə də ola bilir. Bunları nəzərdə almalıyıq, kardiostimulyatorun olub-olmamasını soruşmalıyıq və bir də endoprotezlərin, yəni koks-artrozlar zamanı qoyulan endoprotezlərin olub-olmamasını soruşuruq. İndi birinci prosedur, yəni birinci mərhələsi qutardı, bel nahiyəsinə qoyduq. Ondan sonra xəstənin sağ ayağı nahiyəsinə qoyuruq. Maqnitoterapiya zamanı bu zaman biz istifadə eləmişik selenoidlərdən. Amma bizim klinikada selenoidlə yanaşı bu şəkildə olan, silindr şəklində olan maqnitoterapiyada tətbiq olunur. Yəni bunun daha çox üstünlüyü var. Əgər selenoid bizdə yerli, lokal olaraq təsir eləyirsə, silindr şəklində olan, məsəl üçün xəstənin həm bel nahiyəsini, həm çanaq nahiyəsini əhatə eləyə bilir və yaxud da boyun və bel nahiyəsini əhatə eləyə bilir, boyun döş nahiyəsini əhatə eləyə bilir. Yəni daha çox sahəni əhatə eləyə bilir.